Salam uşaqlar, bugünkü video dərsdə bir maraqlı isbatın izahını verəcəm. İsbatımız bundan ibarətdir ki, tiri A olan düzgün tetraedrin xaricdə çəkilmiş kürənin radiusunun buna bərabər olduğunu isbat eləmək. Bu isbatı iki cür verəcəm. Birinci belə yazaq. Deməli, bu BK nədir? Tetraedrin nədir? Hündürlüyüdür. Bura 90 dərəcədir. Bu AK da bilirik ki, tetraedr nədir? Bütün tərəfləri, sahələri eyni olan bərabər tərəfli üçbucaqlardan ibarətdir. Yəni bu ADS üçbucağının xaricdə çəkilmiş kədrin radiusu nə olur? AK. İndi bu ADS üçbucağının tərəfi nəyə bərabərdir? A-ya bərabərdir. O zaman buradan AK-mız nəyə bərabər olacaqdır? AK bərabər olacaq. A bölünsün nədir? Kökdə 3-ə. Pifagor teoreminə görə biz oradan tetraedrin hündürlüyünü tapsaq, BK-mız nəyə bərabər olacaq? BK bərabərdir kök altında AB-nin kvadratı, yəni ki, A kvadratı çıxılsın, nə olacaqdır? AK-nın kvadratı, A kvadratı bölünsün neçə? 3. Bu da neçə olacaqdır? Kök altında 3-də neçə? 2A kvadratı. Kökdə laf alsaq, olacaq 2, sürət məxrəcdə kökdə 3-ə də vuracaq, məxrəcdə olacaq 3. Burada nə olacaq? A kökdə 6. BK-nı tapdıq. Yaxşı. Sonra nə edəcək? Sonra bax burada bu BK-nı uzatsaq axıra qədər. Bu B-yi nə olacaqdır? Bu B-yi, bu kürənin nə olacaqdır? Diametri. Və bilirik ki, artıq bu bucaqda nədir? 90 dərəcədir. Digər tərəfdən, bax bu A və Y nöqtələrini birləşdirsək və bu B-yə diametr olduğuna görə bu BAY bucağı nə olacaqdır? 90 dərəcə olacaqdır. Və bucaq nədir? 90 dərəcə olacaqdır. İndi biz buradan nəyi tapmışıq? AK-nı bilirik. Düzdürmü? BK-nı da tapmışıq. Proyeksiya düsturuna görə üçbucaq ABY-dən, proyeksiya düsturuna görə üçbucaq ABY-dən nəyi tapmaq istəyirəm? YK-nı tapmaq istəyirəm. YK-nı necə tapacaq? AK-nın kvadratı nəyə bərabərdir? Proyeksiya düsturuna görə AK-nın kvadratı bərabərdir. BK vurulsun nədir? YK-ya. Düzdürmü? İndi AK-nı bilirik. Bəli. Kvadratı nə olacaqdır? A kvadratı bölünsün neçə olacaq? Kvadratı bölünsün neçə olacaq? 3. Düzdürmü? BK-nı tapmışam. Neçə? Bu daha. BK nədir? A kökdə 6 bölünsün 3. Vurulsun nədir? YK. Düzdür ya yox? İndi buradan tərəf-tərəfdən A-nın biri ixtisara gedir. Tərəf-tərəfdən 3-ə də vursaq, o zaman YK-mız nəyə bərabər olur? YK bərabər olacaqdır nəyə? 3-ə vurduq. Nə oldu? A bölünsün nə olacaq? Kökdə 6. Düz hesabladım. A bölünsün kökdə 6 olur da. Sürət və məxrəcdə kökdə 6-ya vursaq, olur A kökdə 6 bölünsün neçə? 6 olacaq. Elədir? İndi mən BY-ni buradan artıq tapa bilərəm də. BY nəyə bərabərdir? BK üstə gəlməsi nəyə? YK-ya. O zaman BY-miz bərabərdir. Bu nədir? Kürənin diametridir. BY bərabərdir. BK üstə gəlməsi YK. BK nədir? A kökdə 6 bölünsün 3. YK-dakı buna bərabərdir. Onları toplasaq nəyə bərabər olacaq? 6 burada. 2 oradan, 1 buradan. Elədik 3A kökdə 6-ya. Düzdürmü? Buradan da bunu 2-yə, 3-ə qısar aparsaq olur da A kökdə 6 bölünsün neçə? 2. Biz nəyi tapdıq? BY-ni. Yəni ki, bu kürənin diametrini tapdıq. O zaman kürənin radiusu R nəyə bərabər olacaqdır? Yarısı. Nəyin yarısı olacaqdır? BY-nin yarısı. Bunu 2-də 1-ə də vursaq, bu 2-dir. 2-də 1-ə də vursaq, olacaqdır nə? A kökdə 6 bölünsün 4. Bu belə. İndi ikinci yolu ispat edək. Burada pauzanı vur. Söndürmə onu. İndi uşaqlar, ikinci yolunu deyirəm, necə ispat edə bilərik? Başqa cür. Bu xəttləri sildim. İndi başqa cür deyirəm. Burada bu kürənin mərkəzini qeyd eləmişəm, olsun O nöqtəsi. A və O nöqtələrini birləşdirdim. Bu nədir? Kürənin nəyidir? Radiusu. BO da nədir? Kürənin nəyidir? Radiusudur. AK-nı da ki, bayaq tapmışdım. AK-nı bayaq neçə tapmışdım? AK mənə lazım olacaq birinə. Nəyə bərabər idi? A bölünsün nə idi? Kökdə 3.
Düzdürmü? A bölünsün kökdə 3. Bu hündürlüyü də bayaq tapmışdım da. Bunların hamısı demək. BK nəyə bərabər idi? Tapmışdım baxın bayaq. Neçə tapmışdım? A kvadratı, BK-nın kvadratı mənə lazım olacaq. Burada BK-nın kvadratı nəyə bərabərdir? A kvadrat çıxsın, bunun kvadratı. A kvadratı çıxsın, bunun kvadratı nə edir? 3-də 1 A kvadratı, düzdürmü? Hə? Bu olacaq nə? 3-də 2, 3-də 2 A kvadratı. BK-nın kvadratı mənə lazım olacaq burada. Yaxşı, indi necə tapacaq? Bura R-dir, bura R-dir. Buradan buranı tapmışam. Bu akanı da tapmışam. Bax, bu düzbucaqlı üçgəndan. Pifaqor teoreminə görə A10-un kvadratı nəyə bərabərdir? A10-un kvadratı bərabərdir. AK-nın kvadratı üstə gələnsin OK-nın kvadratı. Bax, OK özü nəyə bərabərdir? OK bərabərdir. BK çıxılsın nə? R. OK-nın yerində nə yazacağım? OK bərabərdir. BK çıxılsın nədir? R-dir. Düzdür? BK çıxılsın R. İndi verilənləri yazaq. A10'un yerində təbii ki nə yazacağım? R yazacağım. Olacaq R kvadratı bərabərdir. AK-nın da kvadratı ilə buradan yerinə yazaq. Nə olacaq? A kvadratı bölünsün nədir? 3. Düzdür? Üstə gələnsin OK-nın kvadratı. OK-nın yerində də bunun kvadratı yazacağıq. Muxtəsər bundan görə asla olacaq BK-nın kvadratı. Düzdürmü? Çıx 2 BK vurulsun R. Sonra üstə gələnsin nə olacaq burada? R kvadratı. Bu R kvadratlar buradan nə oldu? İslah olundu, getdi. BK-nı daxil bilirəm axı orada, elə deyilmi? Bunları da toplasaq ondan 3-də 1 A kvadratı, 3-də 2 A kvadratı, nə elədi? A kvadratı elədi. Düzdür? Bunları da bu tərəfə keçirsək, olacaq 2 vurulsun BK. BK-nı tapmışam. 3-də 2 BK-nın kvadratıdır bu. O zaman kök altında BK nəyə bərabər olacaqdır? Kök altında 2 bölünsün kök altında 3 vurulsun nə? A vurulsun bir də nə? R var burada. Elə deyilmi? Bu A-nın da biri ixtisara getdi. Sürətlə məxrəci kökdə 3-ə də vursaq, o zaman A nəyə bərabər olacaqdır? 2 kökdə 6. Neçə olacaq? 2 kökdə 6 bölünsün neçə? 3. Düz yazdım. Vurulsun R. Düz deyil yox. O zaman buradan R-i tapsaq, R nəyə bərabər olacaqdır? R bərabərdir 3A nə deyilmi? Bölünsün nə? 2 kökdə 6-ya. Sürətlə məxrəci kökdə 6-ya vursaq, olacaq 3A kökdə 6 bölünsün 2 vurulsun 6. Düzdür? Bununla da 3 qısarı getdi. Qaldı burada neçə? A kökdə 6 bölünsün 4. Bu da bizim ikinci isbatımız. Qəbul imtahanına kimi, yəni blok imtahanlara kimi bax belə düsturların, maraqlı düsturların isbatını çalışacağım verin. İzləmədə qalın. İsbatları bəyənin, paylaşın. Əsl riyaziyyat biraz bu isbatlarda hiss olunur. Əgər əsl riyaziyyat öyrənmək istəyirsə çalışın. Bax bu isbatları öyrənin. Uğurlar hər birinizə.